nə edirik? Keçirik Figma-ya. Figma slaydı açdım. Baxın buradan klikləyirsiniz, elə burada Figma. Bazda açaq. Bir də Figma Design açaq. Başlayaq Figma slaytdan. Figma slaytda sizə burada kiçik templatelər verir. İstəsəz əgər bunlardan hansısa istifadə edə bilərsiniz. Məsələn midtone tem yazılır burada. Məsələn açaq, klikləyirik, məsələn bunu əlavə edirik. Baxın burada sizin slaytlar var. New slayda klikləyəndə buradan ikinci pejləri də əlavə edə bilirsiniz. Məsələn bu birinci pejdir, bu ikinci pejdir. Zarin müəllimə dediyi kimi, əgər hissə eləmək istəyirsinizsə, bu tip eləyə bilərsiniz. Yox, əgər uzun hazırlamaq istəyirsə, scrollla hazırlamaq istəyirsə, onda o birini də göstərərəm. Məsələn, burada Figma slaytda klikləyirsiniz üzərinə, istədiyiniz sözü yaza bilərsiniz. Məsələn, buradan, nə bilim, salam yazırsınız. Məsələn, bu tərəfdən və bu sağdan dəyişə bilərsiniz ölçülərini. Hansı bir dəqiqə seçim. İstədiyiniz kimi ölçüləri dəyişə bilərsiniz. Məsələn, gəlirik, belə bir şey qoyuruq. Burada bütün parametrlər, yəni şey kimi də, Figma'da necədir dizaynda. Onun kimi bütün parametrləri dəyişə bilərsiniz. Sonra burada kliklənə bilən, məsələn, Canva işlədənlər biləcək ki, yəni burada nə varsa hamısını dəyişmək olur. Üzərinə klikləyib istəsəniz şəkli sağa, sola, üstə, aşağı, hara istəyirsiniz klikləyib dəyişə bilərsiniz. Sonra New Slide'a gəlirsiniz. Buradan istədiyinizi əlavə edə bilərsiniz. Sonra Plus'a klikləyirsiniz. Plus'a klikləyəndə bir dənə boş page açılır. Bunun üzərinə klikləyirik. Buradan istədiyimiz dəqiqə. Buradadır. Buradan istədiyimiz rəngi seçə bilirik. Buradan da klikləyib seçə bilirik. Bunu gradient kimi edə bilirik və şəkil əlavə edə bilirik. Seçib. Məsələn, buradan choose media edirik. Açılır. Buradan istədiyiniz şəkli yerləşdirə bilirsiniz. Yəni, bu aralarında ən asanlarındandır. Bir də burada belə bir şey, bu nədir? Baxın. Bir dəqiqə. Burada maraqlı şeylər var. Burada maraqlı şeylər var, widgetlər var. Klikləyirsiniz buradan. Baxın, burada nə var? Do we agree with this decision? Burada deyir ki, bu əslində daha çox vizual şeylərdir. Məsələn, böyüdürük. Burada deyir ki, istədiyiniz başlığı yazırsınız və burada, məsələn, klikləyirik bura. Result haydı. Burada deyir, siz bunun bilsin nədir? Instagramda görmüsünüz, hansısa bir səs vermə qoyursunuz. Deyir, şeydir, səs vermədə ox kimi dartırıq, şkala kimi. Yaxşı, pis, məsələn, ikonlar falan qoyurlar. Bilməm, bilirsiniz ya, yox. Instagramda var. Burada başlığı yazırsınız. Bu da belə yerləşdirirsiniz. İkon da yerləşdirə bilərsiniz. Sonra burada prototype var. Prototype klikləyək. Buradakı istifadə elədiyimiz prototype, yəni daha doğrusu işlərdəki desən prototypeları yerləşdiririk. Baxaq indi. Prototypelar yüklənir. Baxaq görək nə var burada. Bəli, yüklənsin. Ağır fayl sistemi yükləmək. Yerləşdirək bilən kənara. Burada prototype var, amma biz bunu Figma'ya yükləyəndə bunu sileyim. Biz bunu Figma'ya yükləyəndə prosto bilmirəm, bu tip göstərə biləcəyik ya yox. Yaxınlaşdırım. Nə pis dondu. Bəli. Buradan klikləyirəm. Bax, keçdi. Buradan klikləyirəm, keçdi. Buradan klikləyirəm, keçdi. Bura gətirirəm, bura yerləşdirirəm. Amma bunun Behance-də görünürlüyünü əminliklə deyə bilmərəm. Behance-də bu tip işlədə biləcəyik ya yox. Amma bunu belə fayl kimi atsaz kiməsə, bunu istifadə edə biləcək. Yəni, amma save eləyib atsaz, link kimi atsaz, burada share var. Buradan share edirsiniz və bunu qəbul edən şəxs bu prototypı burada istifadə edə biləcək. Məsələn, gəlin bunu Ctrl-C eləyim, Ctrl-C.
Məsələn, gətirirəm bura, Ctrl V eləyirəm. Aha, indi açılacaq. Məsəl üçün, dizayn atmışsınız bura, prototipdə yerləşdirmişsiniz. Kiməsə link yerləşdirirsiniz, link atırsınız və burada istifadə eləyə bilər. Aha. Sonra buna bir dənə klikləyək belə. Aha. Bu tipdə eləyə bilərsiniz görünürlüyü. Buradan da plusa basda şeylər yerləşəcək. Slaytlar yerləşəcək bura. Bir də burada Figma Design var. Məsələn, burada frame ata bilərsiniz. Buradan, nə bilim, pen tool'la, text tool'la və yaxud burada pluginlərlə, şəkillər, ikonlar, nə istəyirsiniz yerləşdirə bilərsiniz. Bir də slide versiyası var. Yəni, indi baxdığımız belə versiyası var. İndi Figma baza girək. Figma baz daha çox sosial media üçündür. Amma görək burada istədiyimiz ölçü varmı? Baxaq görək, custom size seçək buradan. Seçək, neyiniyək? 1400'ü normalda ölçü necədir? 1400'ün 1024'ə. 1400 endi. 1024 də uzunluqdur. Kliklədik. Seçdik, alındı. İndi bura asetlər yerləşdirməli. Məsələn, new asset eləyirik. Baxın, buradan istədiyiniz şəkilləri, dizaynları bura yerləşdirə bilərsiniz. Baxın, burada var. Hansını istəyirsiniz. Məsələn, bunu klikləyirəm, template-i əlavə elə. Yerləşdirdik. Bunun ölçüsünü dəyişək. Custom size eləyək, bunu eləyək. 1400'ün 1400 1024'ə. 1024. Ölçü bu oldu. Və bunun üzərində istədiyiniz dəyişikliyi eləyə bilərsiniz. Məsələn, bura nə bilim özünüzün şəklini qoya bilərsiniz. Nə bilim burada 2 dənə dizayner işləmişsə, ikisini 2 nəfər yerləşdirə bilərsiniz. Tək özünüzü yerləşdirə bilərsiniz. Belə, burada istədiyiniz templateləri istifadə eləyə bilərsiniz. Yəni bir yenə burada plusa klikləyirsiniz. Yeni bir dənə page açılır burada. Eyni ölçüdə, ilk ölçünü nə qoymuşduqsa o ölçüdə açılır. Klikləyib yenə üzərindəki nə bilim rəngi falan, stroke falan hamısını dəyişə bilərsiniz. Məsələn, burada da rəngi gəlin dəyişək. Məsələn, bu gradient də seçə bilərik, şəkil də əlavə edə bilərik ya da ki buradan məsələn, bu rəngi yerləşdirə bilərik. Buradan da başlığımızı yazırıq. Keçdik. Yəni, bu da asandır. Bunun da bir dənə dizayn hissəsi var. Klikləyirik. Yəni, gözün, ondu deyəsən. Yəni, donmuyor, bax, niyə keçmir bəs? Bir dəqiqə bağlayayım bunu. Nə deyir bir dəqiqə yaxınlaşdıranda? Bir dəqiqə. Full set istəyir, yəni premium hesab istəyir buna keçmək üçün. Amma buradan bunun daxilindəkilərdən istifadə edə bilərsiniz. Məsələn, sol tərəfdə klikləyirsiniz, məsələn, şəkillərə. İstədiyiniz şəkil əlavə edirsiniz. Məsələn, plusa klikləyirik. Və bunların sticker deyəndə bu şey kimi, nakleyka kimi kitabxanası var. Görək, burada bu da pluginlər olmalı, səhv eləmirəmsə. Burada pluginlər var. İstədiyiniz plugini burada seçə bilərsiniz. Buradan klikləyək görək. Burada bunu seçək. Klikləyirik. Burada istədiyimiz page, bu seçdiyimiz pagedə istədiyimiz şeyi editləyə bilirik. Bu da bizim template'lərdir bayaq göstərdiyim. Bu da onun görünməsidir. Yuxarı siyahı kimi düzüləcək. Bu niyə belə pis donur? Buradan klikləyək, ikincini seçirik. Ola bilər. Buradan soldan siyahı kimi görünür ya da ki bu dörd bucağı klikləyəndə bu tip görünür. Bir də Figma'nın dizayn hissəsi var. Biz buradan məsəl üçün gələk frame-ə klikləyək. Frame-ə klikləyirik. Buradan 1400'ün 1024'ü seçirik. 1400 1024. 1024. Bu bizim Behance yerləşdirdiyimiz bir page'in, yəni bir səhifənin ölçüsüdür. Zamin müəllimə deyirdi ki, sizə dediyi şey o idi ki, ya bu tip page eləyin, ya da ki bu formada uzada bilərsiniz. Məsələn, gəlin sizə bir dənə nümunə göstərim. Birinci özümdən göstərim.
Baxın, bu mən hazırladım IT Brains üçün. Bir dənə bağlayayım. IT Brains üçün bir dənə dizayndır, slide. Mən bunu bilirsiz necə eləmişəm? Baxın, bu uzun forma var. Bu uzun formada eləmişəm. Yəni tək-tək eləməmişəm. Bunu indi klikləyirəm, böyütdüm. Açılsın. Baxın, bu uzun formadadır. Zaynə Məmməd deyir ki, yəni siz yükləyəndə bu tip görünəcək. Sonra yaxınlaşdırıb yuxarıdan aşağı belə scroll eləməlisiniz. Baxın, mən nə eləmişəm birinci? UX/UI dizayner Rəhman Qasımlı. İşin adını qoymuşam və bir dənə də elə belə deviz yazmışam. Sağ tərəfdə də bir müəllimin şəklini qoymuşam və bu peyzləri rəqəmləyərək, yəni etdiyim addımları rəqəmləyərək və rəqəmləyirəm. Burada da göstərirəm ki, mən nə eləmişəm. Məsələn, UX təhlil eləmişəm saytı. Sonra saytda istifadə olunan rənglər, şriftləri yerləşdirmişəm. Burada. Sonra user flow yerləşdirmişəm ki, hansı səhifələrdən hara keçidlər var. Sonra giriş hissəni dizayn eləmişəm və burada sağ tərəfdə yerləşdirmişəm ki, hansı formada dizayn eləmişəm. Dizayn yaratdım, yeni müasir dizayn verdim, futuro redizayn elədim falan. Bu tip elədiklərimi sağ tərəfdə həm ingilis, həm də Azərbaycan dilində yazmışam. Həm özümüz üçün, həm də ki, xarici kimsə baxsa, orada başa düşsün mən nə elədiyimi. Bu tip dizaynları belə yerləşdirmişəm. Uzaqlaşdıranda da belə görünür. Bu tip yerləşdirmişəm. Belə. Siz də eyni ilə burada hazırlayanda mənim kimi uzun hazırlasanız əgər, bu tip başlayırsınız özünüz üçün bölməyə burada hissələrə ayırırsınız. Məsələn, deyirsiniz ki, bu qədər hissəni, məsələn, deyirsən ki, bu qədər hissədə, seçin bunu. Məsələn, deyirsiniz ki, bu qədər hissəni mən başlıq olaraq dəyərləndirəcəm. Məsəl üçün, bir dənə də məsələn belə çıxarırıq. Deyirsiniz ki, bu qədər hissədə mən məsələn, rəngini dəyişək. Deyirsiniz ki, bu hissədə mən şriftləri yerləşdirəcəm. Sonra gətirirsiniz bura. Bura yerləşdirirsiniz. Məsələn, deyirsiniz ki, burada nə bilim rəngləri yerləşdirəcəm. Sonra bir dənə də kopya çıxarırsınız. Bir dənə də kopya çıxarırsınız. Deyirsiniz ki, məsələn, burada user flow-nu yerləşdirəcəm. Belə özünüz öz aldığınızda bölürsünüz bunu hissələrə. Başlayırsınız daxilinə yerləşdirməyə. Sonda mən sizə başqa bir dizaynla nümunə göstərim. Bir dənə uzaqlaşdıram bunu. Və bu necə? Invite atmısan? Yaxşı, baxaram. Yaxşı. Bax, burada elə bil ki, mənim dizaynlarım var. Məsələn, manipulationlar yazmışam bura. Burada bütün manipulationlarımı yerləşdirmişəm. Baxın, burada Zaynə Məmməd dediyi kimi page eləmişəm və dizaynları bura yerləşdirmişəm. Bu tip, məsələn, klikləyirəm, böyüyür, tək səhifə kimi görünür, aşağı yuxarı scroll getmir. Belə bu tip şey deyirəm, sağa sola oxlarla dəyişərək baxa bilirəm. Yəni, hissə eləsəz 1024-ün 1400 eləsəz, belə görünəcək. Yox, əgər uzun eləsəz, şey görünəcək. Neydi onun adı? Mənki kimi uzun bir siyahı kimi görünəcək. Məsələn, sizə bir dənə başqa nümunə göstərək. Gələk Behance-in daxilinə. Behance-in daxilinə gəlirik. Necə? Onları mən bizə nə elədim? Yox, mən sizə göstərmək üçün, bölgünü göstərmək üçün, məsələn, deyirsən ki, bu qədər hissəyə mən öz beynimdə də, öz təfəkkürümdə bölürəm ki, bu hissəyə mən yazacağım ki, burada UX/UI dizayner Rəhman Qasımlı, dizaynın adı nədir, burada nə deviz falan şəkil nəsə qoyacağam mı? Sonra, məsəl üçün, deyirsən ki, bu qədər hissəyə, məsələn, özün ağlında bölürsən, heç rectangle qoymağa da ehtiyac yox. Məsələn, deyirsən ki, bu qədər hissədə mən, nə bilim, user flow-nu yerləşdirəcəm. Aşağıda, məsəl üçün, nəyi yerləşdirsəz yaxşı olar. Keçirdiyiniz sorğuları, nəticələrini falan yerləşdirsəz daha yaxşı olar. Sonra sprintləri yerləşdirin. Məsəl üçün, bir aylıq mən sizə şey verəm də, diplom müdafiəsi üçün vaxt verirəm. Siz onu sprintlərə bölürsünüz. Məsəl üçün, 4 həftəyə. Birinci sprint nədir? Məsələn, araşdırma eləmişəm. İkinci sprint wireframe hazırlamışam. Məsələn üçün, üçüncü sprint
dizaynı hazırlamışam. 4-cü sprint prototip eləmişəm və yaxud prototip ilə dizaynı birləşdirə bilərsiniz. Məsələn, 3-cü sprintdə prototip ilə dizayn yazırsınız. 4-cü sprintdə məsələn testing falan yaza bilərsiniz. O tip eləsəz daha yaxşı olar. User flow-nu yerləşdirsəz daha yaxşı olar. Wireframe hazırlasanız çox gözəl olar. Orada görərlər. Yəni həqiqətən də wireframe ilə işləmisiniz, hazırlamısınız. Sonra nə yerləşdirəcəksiniz? User flow dedim, rəngləri, şriftləri dedim. Şey haqqında yerləşdirsəz, dizayn haqqında, məsələn, bu dizaynı nəyə görə yaratdım, hansı problemi həll elədim, məsələn, uğurlu mu oldu, uğursuz mu oldu, bunları yerləşdirirsiniz. Bir də məsələn, persona yaratsanız daha yaxşı olar. Məsələn üçün, bir dənə sorğu keçirirsiniz. Sorğuda sizdə, məsələn üçün, 50 nəfər bir insan iştirak edib də və siz 30 dənə cavabdan ən çox faiz alanı, məsələn üçün, tutalım ki, siz demişsiniz ki, mobil tətbiq istifadə edirsiniz, məsələn üçün. Məsələn, 70%, 80% insan deyib ki, hə, mobil tətbiq istifadə edirəm. Siz sonraki sorğularda hamısının bir-bir nəticələrini yazmırsınız ki, məsələn üçün, bir dənə persona yaradırsınız, nə bilim, X bir şəxs, bura şəklini yerləşdirdiniz və onun haqqında məlumatları yerləşdirirsiniz. Bu məlumatlar bizi nəyi təşkil edir? Sizin sorğudakı ən çox cavab alan nəticələri bura yerləşdirir. Məsələn üçün, persona yaratdım. Məsələn, buradan bir dənə şəkil ataq. Unsplash'dən. Açılsın. Dəmi görək məsələn. Bir dənə adam şəkli istəyirəm. Məsələn üçün, bu. Ayda page'in üstünə düşmə. Ayda page'in üstünə düşmə. Ctrl Z edeyim. Kənara atım bir dənə. Aha. Bunu da bağlayayım. Bu məsələn roundunu verirəm 100. 1000 verirəm. Aha. Biraz da balacalaşdırım. Məsələn üçün belə bir şey. Bu çox böyük oldu. Biraz balacalaşdırmaq lazım. Hansısa bir reklam. Aha. Bir dənə yerləşdirim. Aha. Bu mənim personaldır. Məsələn, sorğuda məsələn, ixtiyari bir ad verirəm. Məsələn, mən bura verirəm Rəhman. Bunu böyüdüm biraz. Siz bu təqdimatda bu qədər böyük eləməyin. Sadəcə indi görünsün deyə böyük yazıram. Rəhman Qasımlı yazdım. Məsələn, bir dənə ixtiyari bir dənə ixtisas verirəm. İstədiyim məsələn. Bir dənə də ixtiyari bir dənə ixtisas yazdım. Çalışın, ixtisas həmişə addan kiçik olsun. Yəni, bunu balacalaşdırım. Aha, bunu məsəl üçün qoyduq 36, 48. Biraz da vizuala gedək, biraz da rəngini solğunlaşdıraq. Belə bir şey. Məsələn, bu oldu Rəhman Qasımlı yüksək dizayner. İndi burada sorğunun nəticələrini yazacağıq. Məsəl üçün, burada tətbiq istifadə eləyirmi? Hə, məsələn, 80% cavab alınıbsa, burada yazırsan ki, mobil tətbiq məsələn istifadə edəyəndir. Ən çox pain pointlər, məsəl üçün, ağrı nöqtələri haradadırsa, məsəl üçün, sayt istifadə edəndə nə çətinlik çəkirsə, ən çox cavab hansı gəlirsə, bunun üzərinə yükləyirik. Yəni, orada 80 dənə personanın bir-bir cavablarının yazmaq əvəzinə ən çox alınan cavabı bu şəxsə, xəyali bir şəxsə yükləyirik. Məsələn, Rəhman Qasımlı sayt istifadə edəndə filan çətinliyi çəkir. Rəhman Qasımlının saytdan gözlədiyi tələbi nədir, istədiyi nədir, nə bilim, saytdan məsələn, hansısa bir tətbiq yaradanda ondan nə gözləyir və ideyaları nədir, məsələn, nə təklif edir. Maraqlı təkliflər olanda və ya ən çox hansı cavablar alırsa, bu personanın üzərinə yükləyirsiniz. Və bu tip persona yaratmağınız çox yaxşı olacaq. Hətta storytelling deyirlər. Bir hekayə danışırsan da, belə lore dildə desən. Storytelling eləyəndə onu dinləyən şəxslər daha çox belə şeylərdə təsirlənir. Məsələn, mən bir qrafik dizayn şeyində oturmuşdum, diplom müdafiəsində oturmuşdum və orada bir storytelling elədi. Dedi ki, mən bir dənə brend yaratmaq istəyirəm. Klassik geyimlər olacaq, kostyum falan belə pencək. Və mən deyir ki, bunu yaratmaqda səbəbim odur ki, məqsədim odur ki, deyir, mən heç vaxt öz atamı klassik geyimdə görməmişəm. Və bunun üçün klassik geyim brendi yaradıb şey eləmək istəyirəm.
nə idi ona, atama hədiyyə eləmək istəyirəm və onun o klassik geyimdə görmək istəyirəm falan da. Bu tip storytellinglər həmişə daha belə insanı şey deyir. Nə bilim, necə deyim, təsir eləyir. Məsəl üçün bizdə bir dənə yüksəkdə şey var idi, Rüstəm var idi. Diplom layihəsində aramızda iştirak edən olmuşdu. Səmaya, İsmail falan. O deyirdi ki, mən başına gəldiyi hadisəni danışır ki, mən sentyabrın 15-i Çapayevdən harasa, Çapayevə gedirdim, ya Çapayevdən harasa gedirdim. Aslında öz başına gələni storytelling kimi dedi orada və orada çox mən yanında oturanların hamısı çox xoşuna gəlmişdi və proyekti nəyə görə elədiyini öz başına gələn, dostunun başına gələn hadisə kimi storytelling eləyib, belə o söhbətin içinə orada oturanları alır da və orada belə deyim də, ona dəhşət çox platinum diplom yazar. Məsələn, 6 nəfər oturmuşdu, 3-ü 4-ü ora platinum diplom yazmışdı da orada. Çünki bir produktun hekayəsi olmağı onun uğurlu olmağını daha çox artırır. Deməli ki, yəni, belə bir hadisə olub, məsələn, kiminsə və ya bir neçə nəfərin başına gəlib, deməli bu produkt maraq görəcək, yəni istifadə olunacaq, yəni tələbat var buna. Bu tip storytellinglərdən istifadə etsəz daha yaxşı olar. Sonra mock-uplar eləyə bilərsiniz. Mock-up nədir? Məsələn, girək Google-a, mən sizə bir dənə mock-up göstərəcəm. Hətta burada var da mock-uplar. Baxın, mock-up elə bunun özüdür. Və budur. İnşallah İsmail gələn dərsdə öz kompüterini gətirəcək. Burada sizi mock-up eləməyi öyrədəcək. Elədir İsmail. Onda kim Photoshop olan birindən xahiş eləyərəm. Verər İsmail burada. Mən də keçə bilərəm, amma mənim kompüterimdə yoxdur. İstəsəz əgər bir nəfərdən Photoshopda daha rahat. Bax, burada şey var. Bu telefon var, əldə telefondur. Bu əslində normalda bunun içi boşdur. Ekranın içi boşdur. Photoshopda bura seçirik bu ekranı və sağ tərəfdə bir page var. Onun üzərinə klikləyəndə dizaynımızı içinə atırıq və onu qəşəng işıqlar falan, effektlər verərək daha real formada bu telefonun ekranına atır. Məsələn, mock-up'ın necə hazırlandığını mən sizə YouTube videosu ilə ata bilərəm. Oradan baxa bilərsiniz rahat. Bu məsəl üçün notebook'un daxilinə öz dizaynını qoyub, öz page'ini qoyub. Bu mock-up'dır. Hətta video yerləşdirib bura, halaldır. Sonra, bax, məsələn, bunlar mock-up'dır. Logonu yerləşdirib işıqlı reklam lövhəsinə. Məsəl üçün, burada sprintlərini yazıb. Baxın, bu da mock-up'dır. Dizaynını yerləşdirib bunun üzərinə. Bir dənə Figma'ya baxaq. Burada mock-up plugini varmı? Məsələn, buradan pluginlərə girək. Məsələn, yazaq mock-up. Mock-up. Mockup.com. Məsələn, belə eləyək də. Burada açmayaq, hansısa bir dizaynın içində açaq, elə oradan da page seçə bilək də rahat. Gələk. Hansını? Məsələn, gəlin bu təzə başlayan qrupdan seçin. Şaşırsınlar, görsünlər, burada mockup var falan. Ayda, burada editing yoxdur. Bu şansını kaybetdi. Keçək editli bir. Mobil bank Hüseyin. Aspey. Məsələn, bu mobil bank Hüseyinə keçək. Buradan onlayn şəkildə eləyir. Şeydən cavab gəldi. Nə idi oranı? Veysel ona. Prosta salam necəsən falan yazmışam, cavab yazdım. Devamlı girəcəm. Ay. Elə bir yazdığım insan, yazdığım şəxs rekorda da düşürək. Belə bir şeydən. Aha. Belə, nə edirik? Gəlirik buradan.
Aha, yaxşı. Pluginə girdik, mockup yazaq. Nano banana. Şey eləyər, məsələn, ChatGPT eləyər. Şəkil atasan deyəsən ki, bu mockupla eləyər məncə. Sign in falan istəyir. Sign in istəməsə çox bir şey olar. Nəsə açılsın da, açılsın baxa görək nəyi necək. Hə, yəni bu tip mockuplardan da istifadə eləmək sizin təqdimatınızı çox qəşəng edir. Bax, məsəl üçün burada istifadə elədiyi rənglərin hex kodunu yerləşdirir. Məsələn, burada gradient istifadə edib. Sol tərəfdəki rəngin kodu və buradakı rəngin kodunu burada yazıb. Sağ tərəfdə aşağıdakı, bu sağ tərəfdəki kodu da sağ aşağıda yazıb gradient olanlar. Belə rəngləri yerləşdirib, bu tip mockuplar eləyib. Metroda, nə bilim, harada olur da, yəni telefonda falan. Burada nə eləyib? Şey yazıb, desktop ölçüsünü yazıb, 1200 dəqiqə bu. Belə. Burada page'ləri yerləşdirib. Mockupdan daha çox istifadə edib. Bu, məsəl üçün, UI kiti yerləşdirsəz daha yaxşı olar. UI kit görməyi çox sevirlər bizim orada əyləşən münsiflərimiz. Görək, açıldı bu. Məsələn, bir dənə frame seçək buradan. Məsəl üçün, bunu seçək də. Frame'i seçdik. iPhone 16. iPhone 16, okey. Save and continue eləyək məsəl üçün. Burada məsələn mockuplar var. Klikləyirik, freedir. Görək necə görünür. Məsələn bu. Haraya düşəcəyim bu. Bunu daha istəyirəm bunu. Necə yüklüyüm? Bunu götürüm, atım bura. Düşmədi. Buna klikləyək. Oldu. Run elədi. Ben buna əymək falan da olur. Device'da seçə bilirsən. Burada kompüter falan da seçmək olur. iPhone, el var ya burada bir dəqiqə. Device'da el var burada. iPhone 16 Pro. Buradan el olan free var. Yox, ellərin hamısı. Burada free var bir dənə. Sən buradan seçək bu hissəni məsəl üçün. Nə oldu, seçmədim. Resetləyə bir dənə. Reset. Məsələn, seçək bunu. X eləyək. Plusa klikləyək. Preview eləyək. Image yaradılır. Frame seçək. Frame'i. Görək. Resetləyək. Baxaq. Çox bulanıq qoydu, amma nəsə qoyub da. Paste in Figma. Figma'yı paste edirik. Hara düşdü görəsən? Bura düşdü. Məsələn, bu tip bir dənə mockup yerləşdirdik bura. Ctrl-C edirəm bunu. Gəlirəm, məsələn, bura. Tam təqdimatım buradadır da. Ctrl-V edirəm. Gözləyək. Düşdü bura. Kiçildirəm. Məsələn, belə bir şey. Haradasa mockupda yerləşdirəcəmsə, məsələn, gətirirəm bura. Burada yerləşdirirəm. Belə mockuplar falan eləməyiniz sizin üçün üstünlükdür. Təqdimatınız çox qəşəng görünəcək. Sonra, məsəl üçün, mən bəyəndiyim dizaynerlərdən məsələn, kimi göstərə bilərəm. Məsələn, belə bir dizayner var. Kişilər seçin buradan. People. Baxın, məsələn, bu xanıma baxa bilərsiniz. Nə edirik? Klikləyirik adına. Məsələn, qəşəng təqdimatları var. Məsələn, bu qəşəngdir, baxın.
Bu tip qarışıqdır. Mən belə çox qarışıq şeylər xoşlamıram, hazırlamıram. Amma istəsəz bəyənənlər var. Məsəl üçün baxaq görək neçə nəfər baxıb. Məsələn bunun işinə 760 nəfər baxıb, 60 nəfər də like alıb. Məsələn digər təqdimatlarına 700, 1100, 1200, 460, 400, 640 falan, 1500 falan bu tip baxışlar gəlib. Klikləyirəm. Bu da 1024 ilə hazırlayıb, tək-tək hazırlayıb. Sağa oxla çevirərək baxa bilərsiniz. İngilis də qoya bilərsiniz, Azərbaycan dilində də qoya bilərsiniz. Problem deyil. Mockuplardan məsələn istifadə edir. Slayderlərdən istifadə edir. Scroll edib də baxa bilərsiniz. Bu qırıq xətlərdən falan istifadə edib. Orada axını göstərir də, scrollun axını göstərir ki, dizayndan, təqdimatdan qopmursan da, o xətlə, axınla gedirsən. Bu belə bu tip pageləri yerləşdirib, UI kitlərini yerləşdirib, belə. Belə bir şey hazırlaya bilərsiniz. Məsələn, burada kargo üçün şey hazırlayıb, bu daha sadə, daha minimaldır. Sonra getdik geriyə. Məsələn, Behance keçək. Mən məsələn bir dənə tələbəm var. Məryəm. Səhv eləməmizə belə idi. Bu idi. Aha. Burada da bu diplom iş üçün hazırladığı şeyi göstərəcəm sizə, layihəni göstərəcəm. Səhv eləmirəmsə bu idi. Deyəsən orada uzun formada hazırlayıb. Baxın, belə hazırlayıb, giriş belədir, dizayner, yüksək dizayn, layihənin icmalı, layihə haqqında hədəf auditoriyası, problemləri yerləşdirib, həll yollarını, dizayn prosesini yerləşdirib, sonra sorğunun istifadə yerləşdirib. Deyəsən, siz bunda iştirak eləmişdiniz, görmüşdünüz deyəsən. Yox, bu yox, bu çox əvvəlkidir. 2-3 qrup əvvəlkidir. Baxın, bu tip istifadə edib. Bu veterinardır. Yox, burada veterinar xidmətidir. Ancaq veterinar. Hə. Belə bir oxşuyur. Belə bir şey. Sonra kənara klikləyim. Behance-in özünə keçək. Baxaq görək təqdimat, başqa necə təqdimatlara baxa bilərik. Sonra Hüseynin təqdimatına baxaq. Şəkil olaraq atmışsan. Link olaraq harasa atmışdım təbii. Tamam, baxın. Yox, deyəsən. Və invite ata bilirsən. Rekord davam edir. Yandırım dəqiqə rekordu. Açaq. Hə, başlayayım rekord. Aha. Burada hanı bəs? Dəqiqə baxın. Hara baxıram?
Bir dəqiqə boş. Təzədən bir dənə bağlayım, təzədən gireyim. Ha, açıldı. Hansıdır? Deyəm, sən orada deyən gəlirəm. Hansı? Aha, belə. Hə, biz burada kritikləmişdik ki, daha bir banka aid bir dizayn olsun, qarşılama səviyyəsi olsun. Hə, daha bir kosmosa falan aid hissiyatı verir. Elə bilirəm ki, rəsədxana üçün nəsə hazırlamısan. Daha belə bank, məsələn, bank üçün sənə bir dənə nümunə göstərə bilərəm elə əfsanədən. O deyəsən Bank Respublika idi, yoxsa hansı bank idi, bir dəqiqə baxım deyəcəm. Buradan onu göstərim, sonra keçək. Deyəsən silib. Yoxsa silməyib, bir dəqiqə. Hə, Access Bank buradadır. Bu cover şəkli pisdir. Aha. Bu heç. Buraları heç, bunlar idealar falan. Bu saytı göstərməyib. Sən nətər, bu tip təmiz rənglərdən istifadə eləsən daha yaxşı olar. Bu saytı görək var, saytını yerləşdirib. Nə qədər şey hazırlayıb bu. Ya da ki, gəl bir dənə bank üçün şey açaq. İş açaq. Bank üçün mobildə. Məsələn, gələk. Bəyəndiyimiz birinə daxil. Məsələn, gəl buna bir dənə baxaq görək, necə görünür. Keçək. Aha. Bir dənə scroll edək, görək necə görünür. Bax. Bax, bu şeyə bax bir dənə. Təqdimata. Düzdür, bu da qarışıqdır. Amma ümumi tək rəngdən istifadə edib, belə çox da naxışlardan falan istifadə eləmədən mock-uplarla belə göstərib dizaynı. Bir dənə məsələn görək, lap sadəsini tapa bilirik. Lap sadə. Buna baxaq. Bu deyəsən bank deyil. Elə bu, dəqiqən. Bax, demək istədiyim bu idi, bax. Bu da tez bitdi. Bax, belə bu tip sadə bir şey istəyirəm. Yəni, banka belə bir şey yaraşır. Bax, burada səndə çox qarışıqlığı var. Bax, belə sadə rənglər daha yaxşıdır. Bu bayaqki naxışları sildim, bu daha yaxşı görünür. Ardıcılığı deyirsən də indi. Bank yerləşdirmirsən, pageləri yerləşdirmirsən. Bax, məsələn, user flow yerləşdirməmsən. Rəngi yerləşdirmirsən, amma cəmi 2 dənə rəng var səndə. Kodlarını yazmısan deyəsən burada. Amma yox, bildim, rəngin kodunu yazsan, burada mətnin içində ola bilər ki, görünməsin. Mən DS işarəsinə görə təmin edək, gözüm seçdi. Ola bilər ki, kimsə də seçməsin. Hə, məsələn, burada daha aydın yazsan yaxşı olar. Məsələn, teksti yazmısan, əlavə page'lər yerləşdirsən, user flow-nu yerləşdirsən, iş haqqında burada olmalı deyəsən. Yox, yazmamışsan. İş haqqında məlumat versən, sorğuları falan yerləşdirsən, məsələn, wireframe varsa wireframe yerləşdirə bilərsən, UI kiti mütləq yerləşdirməlisən.
Onları yerləşdirsən daha qəşəng olacaq təqdimatı. Bir də məsələn burada bilirsən ardıcıllıq necədir? Birinci iş haqqında məlumat verirsən, işdə işi hansı hissələrə bölüb necə hazırlamısan, sprint tərifi göstərirsən. Birinci ilkin hissə məlumat xarakterli olur. Mən hansı işdir, nəyə görə eləmişəm, iş haqqında məlumat, hansı vaxt aralığında eləmişəm, onu göstərsən. Sonra başlayırsan, keçsən texniki tərəflərə. İsmail hansı şöbə, hansı vakansiya? Grafik dizayn. Nəsə yazdım. Hə, şeydir. Sonra keçsən texnik tərəflərə. User flow-nu göstərirsən, dalınca komponentlərini göstərirsən, rənglərini göstərirsən, şriftləri göstərirsən. Məsələn, məlumat hissəsində persona yığmısansa, personanı göstərirsən. Sonra başlayırsan dizaynı göstərməyə. Birinci məlumat, ikinci texniki tərəfləri göstərirsən, üçüncü vizuallar göstərirsən. Məsələn, texniki tərəfin içinə şey də aiddir, wireframe-lər falan da aiddir. Məlumat, texniki tərəf, sonra dizayn vizuallarını göstərirsən. Mock-uplardır, page'lərdir, bu tip, artıq o vizuallar sənin qalıb. Məsələn, bu tipdə göstərə bilərsən. Sadəcə dizayndakı page'ləri sadəcə qoyub göstərə bilərsən. Yəni səndən asılı necə istəsən göstərə bilərsən. Məsələn, bax burada vizuallar yerləşdirmişsən. Bax elə məlumat, texniki tərəf, bir də vizuallar. Sonunda da bir dənə təşəkkür edirsən. Bu qədər sadə. Yenə bunu prezent edeyim. Tamam, pik izləyeyim. Aha. Bax görsən dizaynın böyükdür. Yəni səni dizaynı yarımçıq görünəcək. Biraz kiçiltməlisən. Landing hissəni kiçiltməlisən. Bir dənə özündə preview eləyərsən, gör necə görünür. Yəni elə ki ilk hissədə, bu ilk page-də, landing hissəndə, qarşılama hissəndə bu dizayn tam görünsün. Bax, buradakı dizayn var. Mən scroll elədim. Bax, bura qədər olan. Hissə tam görünsün. Tam görünmür, scrolllu görünür. İlk dizaynda, ilk qarşılama hissəsində, landing hissəndə tam dizaynı göstərsən, yəni bu full bu hissəni göstərsən, istifadəsini daha rahat cəlb eləyə bilər. İstifadə edəndə, yəni sənin dizaynına baxanı daha rahat cəlb eləyə bilər. Hə, düzdür, 1400 olmalıdır. Məhəmməd hardadır? Məhəmməd sual vermədi. Məhəmməd desəniz yoxdur. 1400, eni 1400 olsun. Əgər tək-tək hissə hazırlamaq istsən, hündürlüyü eni 1400, hündürlüyü də 1024 olsun. Hə, düz eləmişsən. Düzdür, baxdım orayla. 1400 eyni. Tapşırıq olaraq sizə bir nə verəcəm. Bir dəqiqə, 10 şənbə bazar evdəsiz. Qəşəng istirahət günü. Necə? Şənbə bazara tapşırıq verəcəm də. Hə. Bir dənə işimizi götürəcəksiniz. Mən göstərdiyim kimi, mən göstərdiyim formada təqdimat formasına salacaqsınız, gətirəcəksiniz. Gələn dərs
Yo, mən kim eləməyini, mən elədiyim Behance PC nə vaxt Behance-dir? Nə bilim 2019-cu adım. 5-6 il çox öncə. Keçirəm öz peycimə. Məsəl üçün baxa görək burada yerləşdirmişəm. Baxım görüm ən çox baxış 156, 126, 60, 55, 115, 88. Məsələn gələk bir dənə buna baxa görək burada vəziyyət nədir. Bax burada araçları seçmişəm. Photoshop Illustrator seçmişəm, bir də Figma seçmişəm. Eynəyə görə aşağıda hashtaglər görünürmü? Deyəsən görünmür hashtaglərimiz. Hashtaglər görünmür. Enim aşağı. Burada hashtaglər var ha. Burada Photoshop Illustrator, UX UI, markalama, fotoğraf, dizayn, Figma, logotype, mobile app design, UI design, user interface, visual identity falan. Belə şeyləri yazanda hashtagləri qeyd eləmişəm ki, axtarışda məsələn qabağına çıxsın. Məsələn buna baxın görün. Ən aşağı yayını. UX design, UI UX Rus dilində də yazmışam. Figma, UI design, website design, user interface, website user experience, interface falan belə. Məsələn, burada 115 buna baxılıb. Bu proyektin özüdür. Bunun içində çoxdur deyəsən iş. Burada dashboard, design, Figma, music, UI design, user interface falan belə bir şeylər. Burada like eləyənləri görə bilirəm. Nə? Axşamı xeyr, nə gec gəldin? Hə. Eybi yoxdur. Canın sağ olsun. Biz burada rekordu aldıq, narahat olma. Sən deməmiş mən rekordu başlatdım.